Musiqi ruhun qidasıdır, yoxsa sadəcə səs-küy? Son illər bir məsələ məni çox düşündürür. Sanki musiqi həyatımızda əvvəlki mənasını itirməyə başlayıb. Musiqi zövqümüz getdikcə dəyişir. Amma təəssüf ki, bu dəyişiklik hər zaman müsbət istiqamətdə olmur. Bugün elə mahnılar yaranır ki, nə melodiyası yadda qalır, nə də sözləri. Mahnılar insanları düşündürmür. Sürətli ritmlər, yüksək səs və mənasız ifadələr getdikcə artır. Halbuki musiqi sadəcə əyləncə vasitəsi deyil. Musiqi insanın ruhuna, düşüncəsinə və daxili aləminə təsir edən ən güclü sənətlərdən biridir. Elm sübut edir ki, musiqi səs dalğalarından ibarətdir. Bu dalğalar qulağımız vasitəsilə beynimizə çatır və beynimiz bütün bədənimizin fəaliyyətinə təsir göstərir. Dinlədiyimiz musiqi ürək döyüntümüzü, nəfəs alma ritmimizi, əhvalımızı və emosional vəziyyətimizi dəyişə bilir. Sakit və ahəngdar musiqi insanı rahatlaşdırır, gərginliyi azalda bilir. Həddindən artıq yüksək və aqressiv musiqi isə bəzi insanlarda narahatlıq və yorğunluq hissi yarada bilir. Bunu həyatın özündə də çox görürəm. Məsələn, avtobusla və ya turla səyahətə gedərkən bəzən yol boyu yüksək səslə musiqi səsləndirilir. Elə mahnılar olur ki, insan nə təbiətin gözəlliyini hiss edə bilir, nə də dincələ bilir, nə də düşüncələri ilə baş-başa qala bilir. İstirahət etməyə getdiyimiz halda bəzən daha yorğun qayıdırıq. Maraqlıdır ki, bəzi insanlar bundan zövq alırlar. Mən heç kimin musiqi zövqünü qınamıram. Hər kəsin seçimi fərqlidir. Amma düşünürəm ki, musiqi zövqü də tərbiyə kimidir. Necə ki, kitab oxuyuruq, rəsmə baxırıq, teatr tamaşalarını izləyirik, bu insanın estetik dünyasını zənginləşdirir. Keyfiyyətli musiqi dinləmək də ruhumuzu zənginləşdirir. Bir anlıq keçmişə nəzər salaq. Mulğam niyə əsrlərlə yaşayır? Və yaxud klassik musiqi? Çünki o təkcə melodiya deyil, xalqın yaddaşı, hissləri və həyat təcrübəsidir. Muğam ustaları insanın sevincini, həsrətini, kədərini və ümidini musiqi dili ilə ifadə etməyi bacarıblar. Dünya klassiklərinə baxaq. Bachın, Beethovenin, Mozartın, Çaykovskinin, onların əsərləri 100 illərdir yaşayır. Çünki onlar musiqini təkcə eşitmək üçün deyil, insan ruhuna toxunmaq üçün yaradıblar. Bugün də həmin əsərləri dinləyəndə insan başqa bir aləmə düşür. Təəssüf ki, bugün uzun ömürlü və dərin məzmunlu əsərlər əvvəlki qədər çox yaranmır. Bu o demək deyil ki, indi istedadlı bəstəkarlar yoxdur. Əlbəttə ki, var. Sadəcə onların yaratdığı gözəl musiqilər bəzən gündəlik səs-küyün içində görünməz olur. Bəlkə də özümüzə verməli olduğumuz əsas sual budur. Dinlədiyimiz musiqi bizi mənən zənginləşdirirmi? Ruhumuza sakitlik gətirirmi? Yoxsa sadəcə qulağımızı səsə öyrəşdirir? Musiqi insanın daxili dünyasını formalaşdıran böyük bir qüvvədir. Ona görə də nə dinlədiyimizə biganə qalmamalıyıq. Çünki ruhumuzu nə ilə qidalandırırıqsa,
Zaman keçdikcə ona çevrilirik. Və unutmayaq, musiqi sadəcə səs-küy deyil. Musiqi insan ruhunun qidasıdır. Ruhun dilidir. O qulağa deyil, əvvəlcə ürəyə toxunmalıdır.